Qınamaq çox rahatdır. Bir gəlir deyir ki, bibim cadukardır. Dayım alqaşdır. Müxtəlif şeylər var. Nə filankəs belədir, pişmənkəs belədir. O sənin nəslindəndirsə, bu nəslin ağacıdır. Sən nəslinin o ağacın bir yarpağını, yaxud budağını necə kəsə bilərsən, o odur. Deməli o odursa, deməli o hissədən sənin içində də var. Sən seçmirsən də zaten. Hə, burada bu nəsli yaxşılaşdırmaq üçün qəbul etmək lazımdır. Qəbul etmək də çox çətindir. Yəni ki, siz fəxr eləyərsiniz ki, sizin nəslinizdə dayınız general olsun. Məsələn, dayım generaldır, yaxud dayım filan vəzifədədir, nəm xalam filan vəzifədə, adam şan şöhrətlə danışır. Amma sən deyəndə ki, dayın üzr istəyirəm, içəndir, yaxud yəni insan istər-istəməz utanır, o deyir ki, o bu elə belə, bu elə belə. Deməyim. Pis çıxıb. Amma siz onu imtina etdikcə özünüzü imtina eləmiş kimi olursunuz. Bilmirəm nə kimi çatdıra bildim. Təsdiq etmirik də, yəni əslində burada əslində ki, belə siz onu imtina etdikcə sizin nəslinizdə bu hadisə təkrarlana bilər. Başa düşdünüz? Ona görə qəbul edin. Hə, qəbul etmək də çətindir. Qəbul etmək üçün yenə də texnika var. Deyir ki, təəssüf edirəm. Bağışla məni ki, mənim nəslimdə belə adamlar. Bəlkə neyləmişiksə bağışla bizi, bağışla. Siz burada bağışlanmanı istər. Təəssüf edirəm, bağışla bizi. Təşəkkür edirəm, sevirəm sən. Siz o dayını, yaxud bibini fikirləşdikcə üzr istəməlisiniz. Nəslə görə üzr istəməlisiniz. Yoxsa bu hadisə təkrarlanır. Yəni orada bibi gəlməyəcək, gəlin qapıya gələcək. Yəni o Allah Taala onu gətirəcəksiniz. Başa düşdünüz? Yəni burada siz heç yana qaça bilməzsiniz. Bu əslində İradə xanım təzədən dolanır da. Hə, bu eyni o deyir bağlanır da, yəni təkrarlanır. Bəli, hə, başa düşdünüz? Yəni ki, siz kimisə imtina etdikcə o elə bir məqamla gələcəksiniz, lap partladacaq. Valla o bibini qəbul etsiniz. Yaxşı. Çox ailə dostumuz var, xanım bibini qəbul etmir. Ailə qrupda ilk övladıdır. 2 bibi var hətta orada. Qəti qəbul etmir də, yəni belə ümumiyyətlə heç qəbul etmir. Nəinki bibini, yoldaşdan başqa heç kəsi ümumiyyətlə görmək istəmir. Dünyaya gətirdiyi övlad, oğlan olsa belə, eyni bibi üzdür, bibi xarakterlidir. Xarakteri qoyuram, üzü qoyuram bir kənara. Bibinin allergik bağları var, misal üçün də. Bu fəsildə bibinin burası səpirdə, misal üçün. Eyni simptomlar uşaqda var. Yəni, bibidə olan birəbir bütün simptomlar, üz quruluşu, forma, gözü, qaş, hər bir detal bibi və o sevmədiklərinə bağlanır. Eyni ilə ata, misal üçün, oğlunu sevmirsə, dayını sevmirsə, oğlu çıxır. Çox əslində İradə xanım, bu biz nəyə gətirir çıxarır. Biz elə özümüzlə öz başımızda belə fırlanırıq, bağlanırıq və ona deyir ki, əlaqələri kəsmin. Kəsdikcə yəni burada çox pis şeylər ortalığa çıxa bilir. Yəni ki, itkilər, yaxşı bilsiz, lazımsız şeylər baş verir və burada birinci qəbula gələndə mən deyirəm ki, daha keçdik evə, kimi qəbul etmirsən, atovu ya ananı. Atamdan da, anamdan da zəhləm gedir. Başa düşürsünüz və burada başa düşürsən ki, iş çoxdur. İş çoxdur. Və mən orada başa sarım, yaxşı olardı ki, yəni ki, bir dəfə 17 yaşımda bir rəfiqəm bu videolarımızı görüb, bir də görürəm zəng edib mənə kömək elə. Və onun qızı qəbuluma gələndə deyirəm, təəssüf edirəm ki, Anovu tanıyıram. Deyərsən, Anon örgədib məni, amma bu belə işləmir. Amma çox vaxtı qəbula tanıdığım adam gəlmir də. Yəni deyirəm ki, nə Atovu deyir, tanıyıram, deyir, yox. Anonu tanıyıram, yox. Adını da bilmirəm, düzdürmü? Amma qəbul eləməlisən. Hər adə xanım. Yoxsa deyirəm, ən ağırı
balalarınızla çıxır qabağınıza. O balı ilə də adamı lap yandırır, başa düşürsüz?